saxlayasınız sualınız olmadığı təqdirdə. İndi isə istəyirəm bugünkü təlimçimizi təqdim edeyim. Qonağımız Günel Abbasovadır. Buyurun Günel xanım, söz sizdədir. Salam, axşamınız xeyir olsun. Hər birinizi ürəkdən salamlayıram. Ümid edirəm səsim və görüntüm aydın şəkildə görünür, eşidirsiniz. Bir problem yoxdursa, davam edeyim. Hər şey qaydasındadır. Bəli. Lap yaxşı. İlk öncə hər birinizi salamlayıram. Axşamınız xeyir olsun. Həmkarlarım, təhsilimizin belə deyək də fədakar, yenilikçi müəllimləri. Bu axşam biz rəqəmsal bir belə deyək də dünyanın bir qapılarını birlikdə aralamaq üçün zaman ayırıb biz bura toplanmışıq və bunun üçün də sizə xüsusi təşəkkür edirəm. Əslində bugün maraqlı bir tarixdir, 26/6/2026. Mənim üçün də unudulmaz bir təlim olacaq. İlk öncə özümü sizə təqdim edeyim. Mən Günel Abbasova, Azərbaycan dili və ədəbiyyat müəllimiyəm, eyni zamanda təlimçiyəm. Sırf ixtisasımla bağlı, peşəmlə bağlı saysız təlimlərdə olmuşam. Və indiyənə kimi çox təlim keçmişəm, amma mən düşünürəm ki, sırf bu təlim sizin işinizə, peşənizə xüsusilə bir toxunuşlar eləyəcək, buna əminəm. Çünki mən özüm sırf müəllimlər üçün xüsusi təlimlər keçirəm və orada istifadə etdiyim bəzi şeyləri mən bu təlimdə vurğulayacağam ki, siz də öz dərsləriniz də bunu istifadə edə biləsiniz. Yəni sizin çox faydalı bir təlim olacaq, qısa konkret. Ümumiyyətlə siz bugün belə deyək də biz gələcək peşəkar həyatımızın, karyeramızın dönüş nöqtəsi olacaq bir vizyonu, yəni rəqəmsal dünyada müəllim olmağı və addım-addım da şəxsi brendimizi biz necə qurmalı olduğumuzu danışacağıq ki, onsuz hər birimiz bura bunun üçün toplaşmışıq. Müəllimlik əsrlər boyu formasını dəyişsə də mahiyyətini itirməyən müqəddəs bir peşədir. Amma gəlin ətrafımıza baxaq. Dünya dəyişir, texnologiya sürətli şəkildə inkişaf edir. Ən əsası isə qarşımızdakı şagirdlər ki, o Z nəsli dediyimiz, alfa nəsli dediyimiz ki, auditoriya tamamilə fərqli düşünür. Onların öyrənmə metodları, onların diqqət müddətləri, yəni dünyanı qavrama formaları bizim öyrəşdiyimizdən çox-çox fərqlidir. Və bugün artıq o dörd divardan ibarət bir sinif otağı deyil, sinif otaqları deyil. Və belə deyək də, yəni quru mühazirələr yox, yalnız lövhə və təbaşir ilə məhdudlaşan, bir tərəfli şəkildə ötürülən informasiya dövrü artıq sürətli şəkildə geridə qalır. Və bugün rəqəmsal dövr bizə elə bir tarixi fürsət yaradıb ki, biz sinif otağımızın divarlarını tamamilə yıxa bilərik və keçmişi xatırlayaq. Məsəl üçün, əvvəllər bir müəllimi yalnız çalışdığı məktəb, ən yaxşı halda isə yaşadığı rayon və ya da şəhər tanıyırdı. Bugün amma sosial şəbəkələr, onlayn platformalar sayəsində biz coğrafi sərhədləri sıfırlamışıq. Bakıda olsun, Xırdalan olsun, Yasamal olsun, fərq etməz, Naxçıvan olsun, Qazal olsun, ölkəmizin hər hansı bir bölgəsində otursaq, yəni eyni anda minlərlə, 10 minlərlə biz şagirdə toxuna bilərik və onların həyatını biz dəyişə bilərik. Bax, rəqəmsal müəllimlik və brendləşmə də məhz budur. Brendləşmək bəzilərinin düşündüyü kimi sadəcə populyar olmaq, Instagramda çoxlu bəyənmələr toplamaq, yəni məşhurlaşmaq demək deyil. Brendləşmək rəqəmsal dünyada öz imzanı qoymaq deməkdir. Öz peşəkar dəst xəttini yaratmaq deməkdir. Auditoriyada dərin bir etibar toplamaq, formalaşdırmaq və biliyini daha keyfiyyətli şəkildə, daha əlçatan formada insanlara çatdırmaq deməkdir. Bizim də onsuz da məqsədimiz budur. Birinci bölmədən başlayaq, yəni müəllim brendinin DNAsı deyirik buna, fərdilik. Yaxşı, bəs biz bu yola hardan başlamalıyıq? Hər bir böyük bir layihə daxildən başlayır. İlk növbədə öz brendimizin daxilini, yəni içini, bizi biz edən o fərdiliyi tapmalıyıq. Məsəl üçün, gəlin dürüst olaq. Bugün təhsil bazarında minlərlə Azərbaycan dili və ədəbiyyat müəllimi, minlərlə riyaziyyat müəllimi və minlərlə, belə deyək də, yəni kimya müəllimi, xarici dil müəllimləri var.
Yəni fərqli-fərqli sahələrdə müəllimlər var. Və biz bu məkana daxil olduqda şagirdlər və valideynlər bizi niyə seçməlidir? Sizi digər həmkarlardan fərqləndirən xüsusiyyət, o sehirli toxunuş nə olmalıdır? Brendləşmənin ilk şərti özünəməxsus olmaqdır. Siz qaydaları, məsəl üçün, hamı kimi kitabdan olduğu kimi köçürüb oxuda bilərsiniz ya da o qaydaları, məsəl üçün, vizual şəkildə, məsəl üçün, xəritələrə, yadda qalan kodlaşdırılmış bir dil sisteminə çevirə bilərsiniz. Şagird sizin səhifənizə daxil olanda sizin o rənglərinizi, sizin o təqdimat tərzinizi, yəni görməlidir. Yəni vizual bütövlük çox önəmlidir. İstifadə etdiyimiz şriftlərdən tutmuş, paylaşdığımız bütün paylaşımlar, postların rəng tonuna qədər hər şey sizin imzanıza çevrilməlidir. Amma vizual görüntü işin sadəcə qabığıdır. Yəni brendin içini dolduran ən böyük qüvvə dəyər yaratmaqdır. İnsanlar sizi niyə izləməlidir? Çünki siz onlara davamlı olaraq bir fayda verməlisiniz, fayda verirsiniz. Səhifənizdə paylaşdığınız ki, o qızıl qaydalar ola bilər, kiçik test izahları ola bilər, imtahan öncəsi motivasiya məsləhətləri ola bilər, psixoloji sizin yanaşmanız ola bilər. Yəni izləyicidə belə bir təəssürat yaratmalıdır ki, bu müəllim işini sevən bir müəllimdir və həqiqətən də öyrətmək istəyir. Siz insanlara təmənnasız şəkildə dəyər verdikcə, onlar da sizə öz etibarını və sevgilərini verəcəklər. Yəni brendin təməli də əslində bax bu etibar üzərinə qurulur. İkinci bölməmiz budur ki, müasir müəllimin rəqəmsal silahları, yəni innovativ alətlər. İkinci və bəlkə də mən deyərdim ki, ən praktiki mərhələ rəqəmsal alətlərdən düzgün şəkildə istifadə etməkdir. Yəni müasir müəllim texnologiyadan qorxmamalıdır. Əksinə texnologiyanı özünün ən yaxın köməkçisinə çevirməlidir. Əvvəlki dövr idi ki, məsəl üçün əvvəlki dövrdə olan müəllimlər heç biri, məsəl üçün, TikTok olsun, sosial şəbəkə, yəni bunların heç biri əvvəlki dövrlərdə, biz məktəbdən məzun olduğumuz dövrlərdə bu qədər geniş yayılan bir vəziyyət deyildi də. İndi daha çox artıq yayılıbdır. Sosial şəbəkədə olan müəllimlərin sayı artıq daha çox artıbdır. Yəni əslində bu pis bir şey deyil. Müəllimlərin sosial şəbəkəyə yayılmağı pis bir şey deyil. Çünki belə deyək də, biz onsuz da bu sosial şəbəkəyə vaxt ayırırıq. Bəzi insanların sosial şəbəkəni istifadə etmək istiqaməti fərqlidir. Bəzi insanların, məsəl üçün, deyək ki, bəzi insanlar TikToka yalnızca əyləncə üçün girirəm, deyib gülmək üçün, yəni sadəcə girirəm, baxıram, bəzi gülməli videolara keyfim açılır. Və yaxud da bəzi videolara baxıram, mən oradan yemək reseptləri öyrənə bilərəm. Məsəl üçün, o maraq nəyədirsə, bu belədir də, yəni alqoritma belədir, Instagram olsun, TikTok olsun, fərq etməz. Alqoritma budur ki, maraq nəyədirsə sosial şəbəkədə bizim də qarşımıza o çıxır. Məsəl üçün, mənim marağım deyək ki, gözəllik salonlarınadır, baxım məhsullarınadır, mənim keşfetim ancaq o olacaq, başqa heç nə. Yəni bizim paylaşımlarımız, bizim paylaşdığımız paylaşımlar ki var, yəni bir müəllim olaraq, biz əgər hər şeyi çərçivə daxilində ediriksə, müəllim brendinə, müəllim adına uyğun paylaşımlar ediriksə və təbii ki, bu boş-boş insanların qarşısına gedib çıxası deyil. Bizə lazım olan insanların qarşısına çıxmaq üçün də biz postlarımıza, paylaşımlarımıza, yəni hər şeyə belə də fikir verməliyik. Niyə? Çünki dediyim kimi, müəllim adı elə-belə bir ad deyil. Biz hər hansısa bir gözəllik salonunda belə deyək də, yəni bu pis bir şey deyil. Sadəcə mənim demək istədiyim o deyil. Yəni yanlış anlamayın məni. Amma ki, məsəl üçün, mən deyək ki, gözəllik salonunda oturmuşam, deyək ki, saçımı düzəltdirirəm də və mən orada canlı açmışam. Təbii ki, ora hər adam, hər axın gələcək. Yəni hər yerdən bir adam gələcək. Amma mən dərs keçdiyim ərəfədə nəsə bir canlı açıramsa və yaxud da bir təhsillə, bir elmlə nəsə bir məşğul oluramsa, ora daxil olan insan təbii ki, olacaq, yenə də olacaq. Çünki bu özümüzün əlimizdə olan bir şey deyil ki, biz ora yalnız bizə lazım olan insanları daxil edək. Təbii ki, hər insanın qarşısına çıxacaq. O insanın asılıdır təbii ki. Amma yenə də diqqət etsəniz, görsəniz, görəcəksiniz ki, 90% yəni yaxşı belə də kütlənin qarşısına çıxır, başa düşən kütlənin qarşısına çıxır. Çünki insanlar düşüncəsiz deyil. Yəni insanlar görür ki, bu insan burada varsa o pis bir şey eləmir. Ya da ki, məsəl üçün bu belə bir videolar paylaşır, postlar paylaşır, o pis bir şey eləmir, sadəcə işini görür.
Hər insanda işi fərqli sayda gedir. İndi məsəl üçün elə müəllimlər var ki, məsələn, məktəbdə işləyir həmin o müəllimlər, amma onlar sosial şəbəkə müəllimləri deyil. Yəni sosial şəbəkədən istifadə etmirlər. Sadəcə məktəbdə gündəlik şəkildə gedirlər, dərslərini deyirlər, qayıdırlar. Yəni belə müəllimlərimiz də var təbii ki. Onlar ayrı. Amma elə müəllimlərimiz var ki, həm məktəbdə işləyir, həm də sosial şəbəkədə aktiv olan müəllimlərdir və onların yaratmaq istədiyi brend tamamilə məşhurlaşmaq, yəni o demək deyil. Yəni sadəcə onlar istəyirlər ki, daha çox kütləyə çatsınlar və daha çox yəni tanınsınlar. Yəni adları öz dərslərinin keyfiyyətini sadəcə yaxşı mənada göstərmək istəyir, reklam etmək istəyirlər. Onsuz da indiki dövr bunu tələb edir. Mən hal-hazırda məsəl üçün onlayn şəkildə dərslər keçirəm. Mən əgər işimi reklam eləməsəm və bəlkə də sizin aranızda da burada var onlayn şəkildə dərs keçən müəllimlər. Mən öz işimi, öz dərs keçmə qabiliyyətimi, öz metodlarımı mən reklam etməsəm, mənim dərslərimə təbii ki, heç kim qoşulan deyil. Çünki mən sosial şəbəkə müəllimiyəmsə, mən buna məcburam. Və qıraqdan da mənə, yəni heç kim deyəməz ki, burada belə bir müəllim var, gəlin onun dərsinə qoşulaq. Yəni mən belə deyək də öz dərsimi mən reklam etməliyəm ki, təbii ki, mənim də oradan bir qazancım olsun. Yəni reallıq budur çünki. Yəni reallıqla danışaq. Dediyim kimi, yəni ikinci və bəlkə də ən praktiki mərhələ dediyim kimi, rəqəmsal alətlərdən düzgün şəkildə istifadə etmək. Düzdür, biraz qırağa çıxdıq, haşiyə çıxdıq, amma yenə də. Deməli, belə deyirik də, bu gün, yəni müasir bir müəllim texnologiyadan istifadə etməyi, yəni onun köməkçisinə çevirməyi ən güclü Onun silahına canlı çevirir. yayın açılıb. Başa düşmürəm mən. Əgər biz hələ də dərslərimizi yalnızca 90-cı illərin metodları ilə monoton bir şəkildə keçiriksə, rəqəmsal dünyada brendləşməkdən danışa bilmərik. Yəni bu gün dərsləri oyunlaşdırmaq, yəni onu gamifikasiya deyilir də, gamifikasiya metodundan istifadə etməyimiz şərtdir. Məsəl üçün də bilmirəm istifadə edirsiniz ya yox. Məsələn, Kahoot-dur, Word Wall-dur, Quizizdir. Ən çox da ingilis dərslərində bu daha çox əyləncəli, maraqlı olur deyə düşünürəm. Riyaziyyat dərsində də ola bilər, çünki riyaziyyat biraz çətin bir fənn olduğu üçün uşaqlar yəni ki sıxıla bilər. Yəni, bu kimi platformalar vasitəsilə dərsin təkrar hissəsini elə bir interaktiv bir yarış halına gətirə bilərsiniz ki, məsəl üçün şagirdlər ekrana kilitlənsin və dərsin necə bitdiyini yəni anlamasınlar. Yəni onlar əylənərək öyrənəndə mövzu yaddaşlarında həmişəlik şəkildə həkk olunur. Yəni, bununla da bitmir. İndi rəqəmsal kitabların, yəni addım-addım dərslərin dövrüdür. Təsəvvür edin ki, siz bir vəsait hazırlayırsınız və o vəsaitin içərisində mürəkkəb bir qayda var. Siz o səhifəyə kiçik bir, yəni QR kod belə yerləşdirə bilərsiniz ki, şagird evdə məsələn tək başına test işləyərkən çətinlik çəkə bilər və o telefonu götürür, yəni kodu oxudur və artıq birbaşa sizin o dərsi izah etdiyiniz ki, o sual, bu qayda artıq onun qarşısına çıxır. Yəni qısa bir videonuz olur. Bu təsirdə rəqəmsal bir zirvə deməkdir. Yəni şagird hiss edir ki, müəllimin hər an, hər saniyə onun yanındadır. Yəni bu təsirdə yenilik deməkdir. Məsələn, hər hansı bir konspekt və yaxud da qayda bir qısa qayda toplusu, konspekt toplusu çıxartsanız, əgər nə vaxtsa inşallah, bu dediyim metoddan istifadə edə bilərsiniz. Yəni bu sizin brendinizi tanıtmağınız üçün məncə əla fürsətdir. Eyni zamanda Telegram kimi platformalar, məsələn, Telegram kimi platformaların imkanlarından da maksimum şəkildə istifadə etməliyik. Çünki bu gün abunəlik sistemidir, qapalı rəqəmsal və siniflər və yaxud da ki, kanallar yaratmaq yəni çox populyardır və inanılmaz dərəcədə effektivdir. Siz orada xüsusi video izah bazanızı və yaxud da əsl qeydlər, test bankları formalaşdıra bilərsiniz. Bu sistem həm sizin hər dəfə eyni mövzunu sıfırdan izah etmək yükünüzü azaldır, həm də şagirdə istədiyi məkanda və istədiyi zamanda sizin orada danışdığınız mövzulara, sizin yəni biliklərinizi əlçatanlıq təmin edir. Yəni bu sizin üçün də müsbət bir haldır, qarşı tərəf, yəni tələbələr üçün də. Üçüncü bölmədə budur ki, kamera arxasındakı psixologiya və məzmun strategiyası. Yəni ən həssas məqam sosial media menecmenti və məzmun yaradılması. Məsəl üçün, yüzlərlə savadlı bir müəllimlər tanıyıram ki, daxili qorxularına görə rəqəmsal dünyaya addım ata bilmirlər. Bir çox müəllimlərin içində belə bir səs var ki,
Kamera qarşısına keçsəm məsələn nəsə deyərlər, ya da həmkarlarım məni qınayarmı? Ya da videoda məsəl üçün səsim necə düşər? Bəlkə çox incə danışıram, bəlkə çox sərt, kobud danışıram. Yəni səhv etsəm gülünc vəziyyətə düşərəmmi, görünərəmmi? Yəni ki, bu qorxuları bu gün burada əgər məqsədimiz, addımımız sosial şəbəkəyə tamamilə addım atmaqdırsa, bunları özlüyümüzdə hamısını yəni belə deyək də, yığışdırmalıyıq. Və bunları biz rəqəmsal dünyada mükəmməlliyi yox, səmimiyyət ümumiyyətcə insanlar səmimiyyəti daha çox sevir. Mükəmməlliyi yox. İnsanların qarşısına heç bir vaxt, yəni heç vaxt səhv etməyən, robot kimi quru-quru danışan birini görmək istəmir insanlar. Onlar canlı şəkildə enerjilərlə, duyğuları olan və bəzən də həyəcanlanan, amma işinə aşiq olan bir, səmimi bir müəllim görmək istəyirlər və düşünürəm ki, siz də həmin o müəllimlər siyahısındasınız ki, buradasınız. Yəni ola bilər ki, ilk videonuz mükəmməl olmaya bilər. İkinci bəlkə biraz daha zəif ola bilər, amma 10-cu videoda siz artıq o kameranın qarşısında özünüzü evinizdə kimi rahat hiss edəcəksiniz. Çünki insan öyrəşdikcə artıq hər şey ona çox asan gəlir. Yəni əsas məsələ öyrəşməkdir və məqsəd varsa, onsuz da o olacaq. Yəni çətin də olsa, asan da olsa, insanın məqsədi varsa, onsuz da o ona çatacaq. O yol ona çətin gəlsə belə, məqsəd varsa ona xoş olur. Məzmun strategiyasına gəldikdə isə dövr sürət dövrüdür. Artıq insanların internetdə 40-50 dəqiqəlik quru dərslərə baxmağa səbri yoxdur. İndi Instagramda Reels'də, TikTok formatında 1 dəqiqəlik dinamik, maraqlı və fon musiqisi nəsə bir bəzədilmiş birbaşa belə deyək, yəni nöqtə atışı edən qızıl qayda videolar trenddədir. 1 dəqiqədə məsəl üçün elə bir sirr verin ki, şagird desin ki, mən bunu 2 dəfə də öyrənirdim, mən bunu bilmirdim. Yəni səhifənizə artıq onu izləməyə başlasınlar. Yəni trend videolar da çəkilməlidir, demirəm çəkilməsin, onlar da ola bilər. Amma o da yenə də müəllim adını qoruyaraq. Çünki biz TikTokda görürük də, yəni nə qədər trendlər var. Biz onların hər birinə təbii ki, qoşula bilmərik. Nədir trendə düşək, nədir qabağa gedək, elə bir söhbət yoxdur. Əgər o bizim işimizə ziddirsə, orada hər hansısa adi bir mahnısı belə olsa, ya da adi nəsə bir mahnısında orada söz belə getsə, o bizim adımıza ləkədir. Yəni ona görə də trendə də uyğunlaşanda elə tərzdə onu uyğunlaşdırmalıyıq ki, işimizə uyğun şəkildə. Bu qarşı tərəfdə o hissi yaratmasın ki, bu necə müəllimdir, bu belə bir şey çəkir, belə bir şey paylaşır. Yəni biz bunu insanlarda formalaşdırmamalıyıq, əksinə. Və mən deyərdim ki, ən çox da bu qızıl qaydalar hissəsindən gedə bilərsiniz. Bundan başqa insanlar, dediyim kimi, yalnız dərslə maraqlanmırlar. Sizin rəqəmsal brendinizin bir də insani tərəfi olmalıdır. Sizin pərdə-arxası həyatınızda görmək istəyirlər. Məsəl üçün, bir müəllim dərsdə necə hazırlaşır, iş masası məsəl üçün necə görünür. Nəsə, hər hansı bir məsəl üçün məkanda oturmusunuz, orada hər hansı bir layihə işləyirsiniz. Onun o formatda nəsə paylaşımlar edib auditoriyaya, yəni sizin auditoriya ilə aranızda qırılmaz bir emosional bir bağ yarada bilərsiniz. Onlar artıq sizi sadəcə bir müəllim kimi deyil, şəxsiyyət, bir rol modeli kimi sevməyə başlayır. Yəni sizin uğurunuz, sizin dik duruşunuz, sizin əzminiz artıq onlara ilham verir. 4-cü bölməmiz də budur ki, brendin maddiləşməsi və müəllim müstəqilliyi. Məncə bu hamımızın marağını çəkəcək bir şeydir. Çünki bütün bu əməyin, bu rəqəmsal belə də infrastrukturun sonunda bizi nə gözləyir? Tam reallıqdan və professional bir müstəqillikdən danışaq. Güclü bir rəqəmsal brend qurmaq sizə həm peşəkar azadlıq, həm də maddi bir müstəqillik qazandırır. Siz artıq hər hansı bir qurumdan, hər hansı bir məktəbdən ya da hər hansı bir belə tam kursdan, yəni tam şəkildə asılı bir vəziyyətə düşmürsünüz. Mən yenə də deyirəm, ümid edirəm yanlış anlaşılmıram. Bu o demək deyil ki, asılı bir vəziyyətdə məktəbdə işləyir. Xeyr. Sadəcə əlavə gəlirin, əlavə bir qazancın təbii ki, heç kimə bir ziyanı yoxdur. Yəni coğrafi sərhədləri aşdığınız üçün artıq sosial şəbəkə müəllimisinizsə, artıq Azərbaycanın ən ucqar kəndindən, Lənkərandan, Qubadan, Zaqataladan, Xaçmazdan, yəni hətta xaricdə yaşayan soydaşlarınızdan belə, yəni tələbə qəbul edə bilərsiniz. Məsəl üçün, mənim bir tələbəm var idi, Polşadan idi, Polşadan qoşuldu. Sadəcə Azərbaycan dilini səliqə danışmaq istəyirdi və nitq mədəniyyəti üzrə biz dərslərimizi qurmuşduq, o formada keçirdik. Yəni sizin onlayn qruplarınız
belə deyək də, yəni o formada davam etsəniz, onlayn qruplarınız təbii ki, dolub daşacaq. Çünki insanlar artıq yaxındakı müəllimin yanına yox, rəqəmsal dünyada tanıyıb, güvənib, sevdiyi və brend müəllimin yanına da getmək istəyir. Çünki tələbat budur. İndiki dövrün tələbatı budur. Yəni siz öz rəqəmsal məhsullarınızı, elektron vəsaitlərinizi, video kurslarınızı və yaxud da yaradıb bir pasiv gəlir də əldə edə bilərsiniz. Mənim bayaq dediyim Telegram kanalı məsələsi ya da konspektləri satmaq məsələsi o da ola bilər. Yəni siz evdə rahat oturarkən belə rəqəmsal dünyada kimsə sizin vəsaitinizi yükləyə bilər və yaxud da video dərsinizi ala bilər. Və ən gözəli də bilirsiniz nədir? Müəyyən bir təcrübə və kütlə qazanandan sonra siz artıq sadəcə şagird yetişdirən bir müəllim olaraq qalmırsınız. Siz digər həmkarlarınıza da bu yola yeni başlayan bir gənc müəllimlərə də mentorluq etməyə də başlaya bilərsiniz. Onlar üçün praktiki təlimlər keçə bilərsiniz, forumlar təşkil edə bilərsiniz. Gənc müəllimlərin inkişafına yəni dəstək ola bilərsiniz və onlara peşəkar sertifikatlar təqdim edərək artıq böyük bir akademiyaya çevirə bilərsiniz öz şəxsi işinizi. Yəni siz artıq iş axtaran yox, rəqəmsal bir dünyada öz ayaqları üzərində möhkəm şəkildə dayanan, öz şərtləri ilə yaşayan, öz işinin sahibi olan bir liderə, bir layihə rəhbərinə çevirirsiniz. Yəni mənim sırf rəqəmsal müəllimliklə bağlı düşüncələrim, fikirlərim və sizlə bölüşmək istədiyim o fikirlər ki, var idi, o qeydlər var idi ki, hansı ki, işinizdə istifadə edə biləcəyiniz şeylər. Onlar da yəni hamısını sizin üçün istədim çatdıram deyəm. Yəni çıxışımı təlimimizin də üzərində yazılan, mənim də dediyim kimi, yəni təcrübəmə əsaslanaraq o möhtəşəm bir təlimimizi ümumiyyətlə bir şüarla bitirmək istəyirəm. Öyrət, paylaş və ilham ver. Yəni rəqəmsal dünyada öz brendini yaratmaq bu gün bəlkə bəziləri üçün sadəcə bir maraqdır ya da bir seçimdir ya da bir həvəs kimi görünə bilər əslində qıraqdan. Amma inanın ki, gələcəyin təhsil sistemində bu artıq bir məcburiyyət olacaq. Texnologiya inteqrasiya olunmayan, özünü rəqəmsal bir məkanda artıq ifadə edə bilməyən müəllimlər təəssüf ki, zamanla kölgədə qalacaqlar. Yəni elə bugündən, məsəl üçün, sabahdan ilk addımımızı ataq, qorxularımızı geridə qoyaq. Yəni nə lazımdırsa biz öz işimiz üçün, işimizi sevən müəllimlər kimi öz vizyonumuzu, öz brendimizi yaratmağa başlayaq. Çünki rəqəmsal dünyada hər birimizin parlayacaq əslində bir ulduzu var və o da bizdən asılıdır və mən əminəm ki, hər biriniz bu gücə və bu potensiala sahibsiniz. Olmasanız onsuz da burada olmazdınız. İlk öncə diqqətiniz üçün, ayırdığınız bu vaxt üçün hər birinizə sonsuz minnətdaram. İndi isə keçək sual-cavab mərhələsinə keçə bilərik. Hər birinizin suallarıdır. Ağlınızda hər hansı bir hissə qalıbsa, yəni onların hər biri mənim üçün vacibdir, dəyərlidir. Buyurun, söz sizdədir. Günel xanım, belə bir sualım olacaq. Axşamınız xeyir bir daha. İlk addım olaraq sosial mediada şəxsi brendin yaradılması üçün nə ola bilər? Məsələn, mən ingilis dili müəllimiyəm. İngilis dili müəllimisiz, məktəbdə işləyirsiniz? Gələn ildən başlayacağam işləməyə. Hal-hazırda kurslarda işləyirəm. Lap yaxşı. Bəs sizin sosial şəbəkə hesablarınız var? Xeyr, müəllimlik akkauntları açmamışam hələlik, çünki vaxt qalmır sözün düzü. Kurs işi o qədər çox yorur ki, ona görə vaxt olmur. Amma videolar orada çəkilir və o videoları mən özüm də özümə yükləmişəm. Aydındır. Ümumiyyətlə dediyim kimi, əgər sosial şəbəkədə aktiv bir müəllim olmaq istəyirsinizsə, mütləqdir ki, sizin səhifələriniz olmalıdır. Açıq şəkildə bir səhifə işlətməlisiniz. Bu məcburi deyil ki, hər sosial şəbəkədə olmalısınız. Ola bilər ki, TikTokda olasınız, ola bilər Instagram, fərq etməz. Yəni siz əgər bu belə deyək də bu yola girmək istəyirsinizsə, sizin hər hansı bir platformada bir şəxsi iş səhifəniz olmalıdır. Niyə? Çünki kimsə siz məsəl üçün axtarır ki, ad soyadla ya da ən çox bu TikTokda olur, düzü Instagramda yox. Əgər Instagramda ingilis dili müəllimi
adı ilə səhifəni açırsınızsa, təbii ki, orada başlıq olaraq yazanda, axtarış hissəsini yazanda sizin də profiliniz çıxacaq. Amma TikTokda ad soyadınızı yazsanız belə, o ad hissəsi var. Orada ingilis dili müəllimi yazsanız yenə də çıxacaq. Yəni belə deyim də, tələbələrin sizi rahat şəkildə tapa bilməsi üçün sizin aktiv şəkildə sosial media hesablarınızı idarə etməyiniz mütləqdir. Çünki tələbə siz əyani şəkildə dərs keçirirsinizsə, onlayn şəkildə sizə qoşulmaq istəyən tələbələriniz əyaninin belə deyək də köməyi ilə olacaq. Yəni əyani şəkildə sizin hər hansı bir tələbəniz gedib başqa bir tələbəyə deyə bilər ki, belə bir müəllimim var, hazırlayır və ola bilər ki, o tələbə üçün sizin yanınıza gəlmək yəni uyğun olmasın, deyə bilər ki, onlayn keçirsə ola bilər. Yəni ancaq əyaninin köməyi ilə sizin yanınıza, sizin dərslərinizə qoşulan tələbələriniz ola bilər onlayn formada. Amma belə siz əgər sosial şəbəkədə bir müəllim brendi yaratmaq istəyirsinizsə, mütləqdir ki, açıq şəkildə hesablar istifadə edəsiniz, aktiv şəkildə olasınız. Hər gün post, hər gün story atasınız. Yəni dərslərinizlə bağlı qısa şəkildə qeydlər ata bilərsiniz. Dərs məsəl üçün lövhə önündə hər hansı bir video izahlarınız ola bilər, dərs izahlarınız ola bilər. Məsəl üçün qəbula 90% düşə biləcək ehtimal olunan suallardan izah oluna bilər. Keçən il qəbuluna düşmüş, buraxılış imtahana düşmüş hər hansı məsəl 75-ci sualın izahına gəlin bir yerdə baxaq. Yəni bu tipli videolar paylaşaraq səhifənizin aktivini qaldıra bilərsiniz. Bir də ki, əgər sosial şəbəkə müəllimi isə yaradıcı olmalıyıq, kontentlər, yəni fərqli-fərqli kontentlər fikirləşməliyik ki, nə fərq yarada bilərəm? Yəni o artıq bizim öz təfəkkürümüzə, yəni yaradıcılığımıza baxır. Mən nə yarada bilərəm? Mən ingilis dili müəllimiyəm. Mən necə bir şey yarada bilərəm? Necə bir video düzəldə bilərəm ki, bu insanların qarşısına çıxsın və maraq doğursun və məni digər müəllimlərdən fərqləndirən bir şey olsun. Yəni bu artıq öz yaradıcılığımıza baxır. Aydındır. Onda eyni zamanda lazımdır həm də dizayner olmaq, həm də eyni zamanda lazımdır bütün AI sistemini yaxşı bilmək, düzdür? Bəli, mütləqdir. Onlar daha Məsəl üçün vaxt aparan. vaxt aparan şeylər də deyəndə, yəni mən də sosial şəbəkə müəllimiyəm, amma müəyyən qədər biraz vaxt aparır, amma işimiz budursa məcburuq. Sevə-sevə eləməliyik. Canva-dır, sonra CapCut-dır, TikTok-un özündə belə video düzəldə bilərsiniz, InShot olsun. Yəni fərqli şəkildə əlimizdə proqramlar var. Bunlardan nəsə düzəltmək, maraqlı bir şeylər yaradıb çıxartmaq ola bilər. Yəni hökm deyil, bütün günü siz nəyisə üstündə qalasınız, nəyisə bir post üçün bütün gününüzü 4-5 saatınızı vaxt sərf eləyəsiniz. Boş vaxtınız olanda məsəl üçün maraqlı bir video çəkib onu editləyə bilərsiniz, paylaşa bilərsiniz. Yəni ki, ya da hər hansı bir dediyim kimi bir dərs izahı videosu da paylaşa bilərsiniz. Yəni bu sizin baxır vaxtınıza və bu işdə nə dərəcədə istəkli olmanıza. Aydındır, təşəkkür edirəm. Bir də bunu hər gün paylaşmaq lazımdır mütləq. Həftədə 4 dəfə. Həftədə 4 post. Amma hər gün story. Hər gün hekayə. Yəni bəli, hər gün status belə deyək. Amma sosial şəbəkədə. Aydındır, başa düşdüm. Olmadıqda çünki artıq izlənmə zəifləyir. Olmadıqda artıq düşür, kütlə düşür. İstər-istəməz insanlar deyir ki, yəqin ki, bu müəllim aktiv deyil artıq. Mən bunu niyə izləyim ki, çıxım takibindən. Çünki məndə olub dəfələrlə bilirəm. Aydındır. Təşəkkür edirəm. Buyurun, uğurlar. Rəqəmsal dərsləri necə tərtib edə bilərik? Rəqəmsal dərsləri necə tərtib edə bilərik? Məsəl üçün, belə deyim, hər hansı bir, yəqin ki, konspektlər nəzərdə tutursunuz. Konspekt nəzərdə tutursunuzsa, Canva proqramından Canva-da hər hansı bir, məsələn, deyək ki, fonetika mövzusudur və mən rəqəmsal dərsliklər istəyirəm ki, tərtib edeyim. Canva proqramına daxil olursunuz. Fonetika mövzusundan orada uşaqlara, yəni tələbələrə, abituriyentlərə düşə biləcək ki, hansı mövzular var, hansı belə də hissələr var, fonetikada hansı qızıl qeydlər var, onları Canva-da özünüz yığa bilərsiniz. Təbii ki, bu belə deyək də artıq o sosial media marketinqi deyilən bir şey var. O artıq onlar öyrədir ki, məsələn, nəyi necə etmək lazımdır. Onların hər birini onlar öyrədir, amma mən bildiklərimdən belə deyə bilərəm ki, çünki mən özüm istifadə edirəm.
Canva-da yığmaq o qədər də asan deyil, amma çətin deyil. Sadəcə olaraq biraz çox vaxt ayırmaq lazımdır. Hələ ki, əgər xırdaçı insanıqsa, biraz orada şrift ölçüsüdür, ortalama onların belə deyək də dizaynıdır, orada istifadə olunacaq rənglərdir, orada qoyulacaq nəsə şəkillərdir, ya da daha qısaltmaq üçün hansı sözlərdən istifadə etməliyik. Yəni rəqəmsal dərsləri tərtib etmək istəyiriksə əgər, Canva-dan daha çox istifadə etmək olar. Mən Canva-nı məsləhət görərdim. Yəni əgər siz rəsmi şəkildə belə deyək, kitab çapı kimi istəyirsinizsə, Canva-da istifadə edə bilərsiniz. Amma belə əl yazma da ola bilər. Amma əl yazmanı yəni Canva üçün nəzərdə tutmuram, məsləhət görmürəm. Məndə proqram var, Free Notes. Free Notes-dan mən əl yazma qeydləri edirəm. Amma belə ki, sırf kitab formasında istəyirsinizsə, Canva daha uyğundur. Çünki mən oradan eləyirəm. Sağ olun, axşamınız xeyir. Mən təşəkkür edirəm, siz sağ olun. İbtidai sinif müəllimiyəm, necə bir şey eləyə bilərəm? İbtidai sinif müəllimi, siz nə gözəl, adınız Qönçə müəllim. Hə. Baxın, mən sizə bir şey deyim. Düzdür, yuxarı sinif müəllimləri yenə də fərqli şəkildə biz kontentlər tapıb yarada bilərik. Amma ibtidai sinif müəllimi isə əslində sizin əlinizdə çox fürsət var. Çünki uşaqlarla işləmək, hələ ki kiçik yaşda olan uşaqlarla işləmək çox maraqlıdır. Çünki onlarla işlədikdə dərslər həm əyləncəli keçir, həm maraqlı keçir, amma böyüklərlə bizim bunu etmək kimi bir fürsətimiz yoxdur. Çünki böyüklərlə biz işləyiriksə, biz sırf da yəni 9, 10, 11-ci sinif və yaxud da təkmilləşdirmə də olsun. Təkmilləşdirmə ilə yenə biraz əyləncəli tipli nələrsə etmək olar, amma 9-dan yuxarı ki siniflər var və yaxud da dövlət qulluğu olsun təbii ki, onlarla əyləncə tiplini biraz yəni bu barədə biraz sıxıntı yaşaya bilərik. Çünki onları hazırlaşdırmaqda məqsədimiz onları universitetə yola salmaqdır. Amma sizin fənniniz, sizin ixtisasınız, daha doğrusu ibtidai sinif müəllimi olduğuna görə siz uşaqlarla maraqlı şəkildə video dərslər çəkə bilərsiniz, video kontentlər çəkə bilərsiniz. Ki, hal-hazırda onsuz da var, elə bir trendlər var, elə videolar var ki, və yaxud da onlar olmasın, sizin öz yaradıcılığınıza baxır yenə də o. Yəni ki, əgər açıq şəkildə bir sosial belə deyim, media istifadəçisi bir müəllimsinizsə, məncə dəyərləndirə bilərsiniz, həm də çox gözəl şəkildə. Çünki nə qədər ki, ibtidai sinif müəllimləri tanıyıram, hər birinin videoları olsun, səhifələri olsun, çox rəngarəng, çox maraqlı. İbtidai sinif müəllimisinizsə, rəngarəngliyə daha çox üstünlük verin. Çünki maraq çəkən ən vacib məsələ budur ibtidai sinif müəllimlərdə. Yəni rəngarəng olmalıdır. Nə deyək, animasiyalardan çox istifadə etməlisiniz. Yəni belə. Sizcə üzü düşməyən videolar inkişaf etmək olarmı bu yöndə? Bunu çox adam soruşur. Amma sizə belə bir şey deyim. Baxın, məsələn, reallıqdan danışaq tam şəkildə. Mən bir ara yəni paylaşımlar etmədim sosial şəbəkələrdə. Heç bir şəkildə etmədim. Yəni nə canlım oldu, nə sosial mediada hər hansı bir paylaşım etdim. Bunların heç birini etmədim. Bir müddət ara vermişdim müəyyən səbəblərdən dolayı. Amma mən o ərəfədə nəyi sezdim? Gördüm ki, heç bir şəkildə maraq çəkmir. Heç bir şəkildə müraciət edən yoxdur. Niyə? Bunun da səbəbi açıq və real şəkildə belə deyə bilərəm. Çünki tələbə sizi görməsə, etməsə, təbii ki, sizin dərslərinizə qoşulmaq istəməz. Mən məsəl üçün bir müəllimin canlısına tələbəyəmsə, şagirdəmsə, mən hökmən deyil canlı açası, sadəcə bunu söz gəlişi deyirəm. Məsəl üçün girirəm mən bir müəllimin canlısına və qarşımdakı müəllim başlayır dərs izah eləməyə. Nəsə bir test izahını eləyir tələbəyə, şagirdə. Tələbənin arasında zarafatlaşma, xoş şirin danışmalar, yeri gəldikdə müəllimin şagirdə qarşı sərt davranışı olsun, yeri gəldi onların zarafatlaşma olsun, psixoloji şəkildə müəllimin şagirdə davranışı olsun, dəstəyi olsun. Bunların hər birini tələbə qıraqdan hər şey fikir verir. Məsəl üçün, artıq o müəllimin canlısında olur və düşünür ki, bu müəllim bu tələbəyə necə yanaşır, necə həssasla yanaşır, necə dərsi maraqlı şəkildə səbirlə izah eləməyə çalışır. Bəlkə mən də qoşulum bu müəllimin dərslərinə. Ya da ki, hökmən deyil canlı olsun, ya da ki, nəsə bir video izahlar da ola bilər. Yəni ki, sizin dərs keçdiyiniz yerdə telefonu qıraqdan qoyub, sizin dərs keçdiyiniz ərəfədə, sizin dərs başa saldığınız ərəfədə elə bir video da çəkib paylaşa bilərsiniz
üzünüz düşən formada. Yəni üzünüz düşməyən formada da inkişaf eləyə bilərsiniz, amma o da bir yerə qədər olacaq. Əgər onu da eləyirsinizsə üzünüz düşməyən formada, onu elə bir maraqlı formada eləməlisiniz ki, artıq insanlar sizi görməsə belə sizin səhifəniz maraqlı olsun onlar üçün, amma yenə də o da bir yerə qədərdir. Çünki insanlar qarşısındakını görmək istəyir, hələ ki müəllimdirsə. Yəni mən onu görməliyəm, mən o müəllimi bilməliyəm, onun bədən dili, jest, mimika, hərəkətlər, uşaqlarla davranışı, bunların hər birinə fikir verib ondan sonra mən o müəllimin dərsinə qoşularam. Yəni mənim düşüncəm budur. Mən sizə eyni ixtisas tədris edirəm. Sizin təlim mənim üçün çox faydalı olub. Mən təşəkkür edirəm. Uğurlar sizə. Bir də sizcə pullu reklama ehtiyac varmı? Pullu reklama ehtiyac var. Var. Olmalıdır, reklam olmalıdır. Amma səhifəni də daim reklama öyrəşdirmək düzgün deyil. Əgər siz nəyəsə çağırış edirsinizsə, dərslərinizlə bağlıdır. Dərsə qoşulun, ya dərsə qoşulun deyə də qəribə çıxır. Yəni dərslərinizə çağırış edirsinizsə, ya da nə ilənsə belə deyək də, artıq yay dərsləri məsəl üçün başlayır. Bununla bağlı nəsə bir əlinizdə postunuz varsa, video izahınız varsa, nəsə bir videonuz varsa, hər posta da reklam vurmaq biraz büdcəyə sıxıntıdır. Əgər bilirsinizsə ki, siz o posta reklam vuracaqsınız və o reklamdan qat-qatını sizə gətirəcək, o belə də qazancı gətirəcək, ona vura bilərsiniz. Amma hər videoya reklam vurmaq, yəni yersizdir. Yenə deyirəm, yəni bilərsiniz ki, mən bu videoya reklam vuracağam və mən bu, yəni belə də sərmayə kimi bir şey düşünün də bu reklama. Siz ona yatırım edirsiniz və ondan qat-qat çıxardacaqsınız. O reklamın pulunu qat-qat çıxardacaqsınız. Yəni o şəkildə vura bilərsiniz ki, reklamı yenə deyirəm, siz ondan əgər gəlir götürəcəksinizsə. Yoxsa yəni yeri yoxdur, boş-boşuna yəni reklama niyə pul verəsiniz ki? Siz sağ olun. YouTube videoları çəkib paylaşmaq istəyirəm, sırf testlərin izah, nöqtə atışı, amma o üzüm düşmədən ekran paylaşımı ilə. Əslində var, ola bilər. Yəni yenə deyirəm, YouTube üçündürsə, ola bilər. Hökmən deyil üzünüz düşsün. Amma YouTube üçün istəyirsinizsə, sırf ekran kaydı eləməyənlər var ki, bəli. Yəni amma YouTube üçün nəzərdə tuturam. Yəni bunu YouTube üçün xüsusilə deyirəm. YouTube üçün nəsə bir video izahı ola bilər, ekran kaydı formasında, üzünüz düşməyən ki, elə müəllimlər də var ki, yəni müəllimlərin izahları var ki, izlənmə sayısı, orada hətta onların dərslərinə qoşulmaq istəyənlərin də sayısı yetəri qədərdir. Çünki mən baxmışam bir çoxuna, görmüşəm. Yəni hökmən deyil o YouTube-da əsasən də üzünüz düşsün, ola bilər. Ekran kaydı ilə izahlar, nöqtə atışı dediyiniz kimi paylaşma edə bilərsiniz. Əgər sizin belə də video izahlarınızda, sizin o dərslərdə sizi fərqləndirən hər hansı bir hissə varsa, bəli. Necə şagird yığa bilərik? Yəni yeni məzun olmuşam, ibtidai sinif müəllimiyəm, yeni məzun olduğum üçün tanınmıram. Şagirdi siz yığmırsınız. Yəni siz gedib demirsiniz ki, gəl mənə qoşul. Onsuz onu bir müəllim deməməlidir. Siz elə bir şərait yaratmalısınız ki, o şagird sizə qoşulmalıdır, o şagird sizi axtarmalıdır. Onun üçün də yenə deyirəm, əgər məqsədiniz onlayn şəkildə keçməkdirsə dərsləri, bunun bir yolu var, ancaq sosial şəbəkə. Yox, əgər əyanidirsə, yaşadığınız yeri də nəzərə alaraq, təbii ki, bu yerdən çox şey asılıdır. Yaşadığınız yeri də nəzərə alaraq, mərkəzdəsinizsə daha yaxşı, bina evində qalırsınızsa daha yaxşı. Bu sizin üçün plus ola bilər. Əgər orada belə deyək də, yəni adsan qazanmamış çox müəllim yoxdursa. Evimizin yaxında bağça var. Sizcə oradakı müəllimlərlə əlaqədə olub bağçadan sonra şagirdləri hazırlığıma gətirmək olarmı? Bir-iki şagirdən sonra necə ki, davamı gəlsin. Məktəbə qədər nəzərdə tutursunuz da yəqin ki. Əslində əməkdaşlıq edə bilərsiniz, Yəni o müəllimlərlə gedib danışa bilərsiniz ki, o valideynlərlə əlaqə saxlasınlar və sizin yenə də məsəl üçün tələbi məsələn reallıqdan danışaq. Deyək ki, mən bir valideynəm, siz də həmin o müəllimsiniz. Mən soruşacağam ki, müəllimdən ki, bəs müəllim necə müəllimi? Təbii ki, ilk başdan sizi o müəllimə, xanıma da, valideynə sizi deyəndə, o ilk dəfədən durub deməyəcək ki, mən uşağımı qoyuram həmin o müəllimin yanına. Bunu təbii ki, nadir valideynlər deyə bilər. Amma artıq insanların gözü açılıb bu barədə, ən əsas da valideynlərin. Çünki
çoxsaylı şeylər olur günümüzdə. Ona görə də, yəni birinci ilk növbədə soruşacaq ki, bəs həmin müəllimin nəsə bir səhifəsi varmı? Həmin müəllimin nəsə bir dərs izahı varmı? Uşaqlar necə davranır? Yəni sizin əlinizdə belə də sübut olmalıdır ki, həmin o müəllim də göstərsin ki, hə müəllimin səhifəsi budur, istəsəniz baxa bilərsiniz ya da əlaqə nömrənizi göndərə bilərsiniz ki, sizin özü ilə birbaşa danışsın və siz hər hansı bir video izahınızı da göndərə bilərsiniz valideyna ki, baxın bu mənim dərs izahımdır. Və valideyn artıq görüntüsünü görəcək, sübut görəcək ki, hə sizin uşaqla davranışınız necədir, necə dərs izah eləyirsiniz. Rahat şəkildə onu görüb axı, rahat şəkildə o, yəni övladını sizə əmanət edər deyə düşünürəm. Yəni əməkdaşlıq edə bilərsiniz. Çox təşəkkür edirəm əməyiniz üçün. Biraz gecikdim. Siz Azərbaycan müəllimisiniz, düz anlamışam. Mən riyaziyyat müəllimiyəm. Şagirdlərim onlayn müəllim axtarır, soruşurlar. Mən təşəkkür edirəm. Siz sağ olun. Ola bilər. Azərbaycan dil və ədəbiyyat müəllimiyəm, bəli. Riyaziyyat müəllimisiniz, şagirdləriniz onlayn müəllim axtarır, soruşurlar. Yəni dediyim kimi, bayaq da dediyim kimi, əgər onlayn şəkildə tələbələr qoşulmaq istəyirsə, təbii ki, birinci növbədə sosial şəbəkə istifadəçisi olmanız mütləqdir. Çox gözəl təlim. Mən təşəkkür edirəm. Buyurun, xoş oldu. Mənim üçün də xoşdur ki, əgər sizə yararlı məlumatlar verə bilmişəmsə, nə xoş mənə. Çox sağ olun fikirləriniz üçün. Mən təşəkkür edirəm. Çox dəstək oldunuz. Minnətdaram. Siz sağ olun. Təşəkkürlər. Yəni, yenə deyirəm. Mən sizə təşəkkür edirəm ki, vaxt ayırdınız, xoş oldunuz. Siz sağ olun. Əgər nələrsə sizə qata bildimsə, nələrsə məlumatlana bildinizsə nələrdənsə, bu mənim üçün böyük bir fəxrdir onsuz da. Mən sizə təşəkkür edirəm. Mənə də xoş oldu. Sizə də uğurlar olsun. Mən təşəkkür edirəm. Çox sağ olun. Siz də sağ olun. Başqa da nəsə əlavə sözünüz, sualınız, qaranlıq qalan, aydın olmayan hər hansı bir hissə varsa, buyurub sual verə bilərsiniz. Deyəsən yoxdur. Yoxdursa, məncə xanımın adı yadımdan çıxdı. Moderator. Əminə. Əminə xanım. Başqa suallar yoxdursa, buyurun. Təşəkkür edirəm Cüneyt xanım. Bizimlə öz bilik və təcrübələrinizi bölüşdüyünüz üçün minnətdaram. Eyni zamanda dəyərli iştirakçılar, siz də vaxt ayırıb qoşulduğunuz üçün və iştirak etdiyiniz üçün sizə də təşəkkürümü bildirirəm. Ümid edirəm təlim hər biriniz üçün faydalı oldu. Növbəti təlimlərdə görüşmək ümidi ilə. Sağ olun. Sağ olun, hələlik gecəniz xeyrə qalsın. İnşallah yenidən başqa bir təlimdə, başqa bir mövzu ilə görüşərik. Özünüzə yaxşı baxın, hər birinizə uğurlar. Sağ olun.